İndi üzgünsən və düşünürsən ki, şükr etmək üçün səbəbin yoxdur. Dilinə gör Zəburçu nə deyir? Mənim qəlbim, niyə qırılmısan? Niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla. Qoy Allahıma, məni yaradana şükr edim. Zəburçu onu ümidsizliyə sürükləyən fikirlərlə belə mübarizə aparırdı. Daxili təlaşlarına qarşı ümidlə dayanaraq deyirdi: Rəblə canım şad olacaq. Məni qurtardığı üçün qəlbim fərəh tapacaq. Səbəb isə qurtuluş ümidi idi. Ümidini isə belə ifadə edirdi: Susan qəlbim yalnız Allahı gözləyir. Ondadır qurtuluşum. Bu ayə hər tərəfdən gələn qorxu və ümidsizliyə qarşı susaraq verilən etibar cavabıdır. Mən Allahın qərarı nə olursa olsun, şükr etməkdən əsla imtina etməyəcəyəm deyir. Mən yalnızca onun qərarını gözləyirəm bəyanını verir. Bax, bu əsl sədaqətdir. Qəlbinin qapıları Allaha etibarla elə möhürlənib ki, qorxu və təlaş ora daxil ola bilmir. Habakkuk isə belə deyirdi: Əncir ağacları tumurcuqlanmasa da, meynələr bar gətirməsə də, zeytun ağaclarına çəkdiyim zəhmət boşa getsə də, tarlalar məhsul yetişdirməsə də, qoyun keçi ağıllarda, mal-qara tövlələrdə yox olsa da, mən yenə də Rəbdə sevinç tapacağam. Xilasımın Allahı ilə coşacağam. Bəli, hətta gözlədiyim olmasa belə Rəbdə sevinç tapacağam. Yenə də şükr edəcəyəm, deyir Peyğəmbər. Yenidən verilən güclü bir bəyanat, iblisin bağrına sancılmış olan yeni bir həmd nəğməsi. Bu ayə şükrün vəziyyətlərə və gözləntilərə deyil, ürəyə bağlı olduğunu göstərir. Şükür ürəyin sədaqət nəğməsidir. Sədaqət isə ən çox çətin zamanlarda yoxlanır. Çünki əsl sədaqət elə sınaqlardan möhkəm çıxmış, hər vəziyyətdə sarsılmamış olan sədaqətdir. Bugün mən də sənin kimi sonu bəlli olmayan bir yoldan keçirəm. Nə olacağını bilmədiyim bir qərarı gözləyirəm. Ümidsizlik və qorxu gecə yuxumu ərşə çəkən zaman bu ayə 2 dəfə qarşıma çıxdı. Sənə möhkəm və cəsarətli olmağı əmr edən mən deyiləmmi? Qorxma və ruhdan düşmə. Çünki Allah gedəcəyin hər yerdə səninlədir. Qorxular Allahdan deyil. Ona görə də Allah bugün mənə bu ayə ilə səsləndiyi kimi sənə də səslənir. Qoy ürəyin təlaşa düşməsin. Mənə iman et. İndi bu an sən də hansı vəziyyətdə olmağından asılı olmayaraq iman et, etibar et və qorxma.